Deməli, Klopp qısaca deyib ki, səbirli olmaq lazımdır. 6-cı yer tutsan da zəif klubu məğlub etsən də çox düşünmə, qələbənin dadını çıxar. Yəni deməyindən belə çıxır. Ancaq belə deyil, cənab Klopp. Bu Liverpoola uyğun ola bilər, amma United'a uyğun fəlsəfə deyil. Səbirli olmaqla normallaşdırma başqa məsələdir. Səbirli olmalıyıq, bəli, razıyam, ancaq United'in top 4-dən aşağıda bitirməyini qəbul edə bilmərik. Klub hər zaman top 4-də yer almalıdır. Səbirli oluruq, ancaq normallaşdıraraq yox. United kimi klub daima yüksəklərə fokuslanmalıdır. Yoxsa eybi yox deyib bu dəfə olmadı deyib keçmək olmaz. Bu normallaşdırma sayılır. Rəhbərlik, klub, media, azarkeşlər bunu normallaşdırsa, sən orta səviyyəli kluba çevriləcəksən. Səbirli olub yüksəyə fokuslanmaq yerinə ortalarda gəzməklə yetinmək eyni məsələ deyil. Klubla bu barədə razı deyiləm. United daima ən yaxşısına fokuslanmalıdır. Alınmırsa daha yaxşısını etməlidir. Yoxsa hə nə olar ki 6-cı olduq da deyib keçilməməlidir. Növbəti sezon üçün problem tapılmalı və top pillədə bitirilməlidir. Bu Unitedin fəlsəfəsidir. Orada olan təzyiqlə digər klublarda olan təzyiq eyni deyil.